Salam dəyərli izləyicilərimiz. Mən Ramilə Atəş. Bugün bizim gözəl sevimli modalyer xanımımız Gülya xanımla Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən uşaq sığınacaq mərkəzindəyik və hal-hazırda biz onların belə deyim, məşğul olduğu əl işləri otağındayıq. Qeyd edim ki, çox möhtəşəmdir. Bəlkə də Azərbaycanda mən deyərdim birincidir. Mən təşəkkürümü bildirirəm elə Gülya xanıma ki, bugün bizə o da dəstək oldu. Bir yerdə gəldik və bu uşaqlarımızın bu gözəl şəraitdə böyüməsinin şahidi olduq. Mən buradan bizim Kəmalə xanıma da təşəkkür edirəm ki, bizim körpələrimiz üçün belə gözəl şərait yaradıb. Çox gözəldir, çox məmnun qaldım. Allah balalarımızı qorusun, var olsun bizim gözəl xanımlarımız ki, ehtiyacı olan uşaqlarımıza, elə dövlətimizə də minnətdaram ki, qayğı göstərir. Gülya xanım, sizə də təşəkkür edirəm, çox sağ olun. Sağ olun.